İndi mən sizə yeni bir mövzu izah edəcəm. Çox lazım olacaq bir mövzudur. Deməli, gəlib yazıram ki, total bərabərdir 0. 10 dəfə istifadəçidən ədəd alacağam. Bunun üçün yazıram count bərabərdir 10. Bir də copy count yazıram. Bu da bərabərdir count olsun. Daha sonra gəlib bir dənə sonsuz, daha doğrusu döngü qururam. 10 dəfə təkrarlansın. Bunun üçün nə yazaram? Copy count ilə işləyirəm. Deyirəm copy count nə qədər ki böyükdür 0-dan, o zaman copy count-u yaxınlaşdır 0-a doğru. Və bunu yaxınlaşdırmadan öncə istifadəçidən bir dənə ədəd almalıyam. Yəni command almalıyam. Bərabərdir input funksiyasından götürəcəm, yazıram number bu şəkildə və gəlib burada yazacağam ki, cəhd et nəyə? Number bərabərdir integerə çevir commandı. Əgər çevirə bilirsə çevir. Əks halda, yəni bir xəta olarsa, o zaman continue ver. Yəni aşağıya girmə, yəni azaltma. Davam elə. Məsələn, tutaq ki 10-dur. Gəldim mən bura hərf daxil etdimsə, onu 9-a çevirmə, yəni azaltma. Qayıt bir də istə 10-cu ədədi. Yəni 10 dənə fərqli ədəd almalıyam bunun üçün. Əgər ədəd çevrilirsə, o zaman nə etməliyəm? Totalın üzərinə əlavə etməliyəm. Total plus bərabərdir number. Bu şəkildə və ən sonda da nə edəcəm? Gəlib print edirəm totalı. Yəni cəmi ekrana yazdıracağam. Yazıram Python index.python, enter vuram, baxın number. Bura məsələn birinci 3 yazıram, ikinci hərf yazıram. Daha sonra mən indi 10 dənə 3 daxil edəcəm. Baxın ikincini daxil etdim. 3-cü 4, 5, 6, 7, 8, 9, 10. Enter vuram. 11 dəfə istədi ki bu. Beləm baxın 1 2 3 4 5 6 7 8 9 10. Burada da 3 daxil edirəm. 11. Bir dəqiqə. Nəyisə səhv yazdım. Bircə dəqiqə. Deməli, burada məsələn copy count çıx bərabərdir 0 yazmışam. Çox üzr istəyirəm. Burada Ctrl+C ilə proqramın işini dayandırıram. CS yazıb təmizləyirəm. Yenidən çalışdırıram proqramı. Utandım yenə. Bura 3 yazıram. Burada hərf yazıram. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Enter vuram. Baxın 30-u qaytarır. Əla. Bura qədər hər şey əladır. İndi gəl bu index.python'ın yanında bir dənə script.python yazıram. Yəni nə ad istəsəz yaza bilərsiniz, amma uzantısı .python olsun. Və gəlib mən burada həmin bu index.python'ı bir modul kimi, kitabxana kimi istifadə edə bilərəm. Yazaram import elə index.python bu şəkildə. Və indi gəlib CS yazıram. Python, burada da bir şey yazdıraq. Yazıram print elə script.python. Yəni bunu özüm yazıram. Baxın indi script.python çalışdırıram. Yenə ədəd istəyir. Mən burada sadəcə indeksi daxil etdim və dedim ekrana script.python yaz. Bir də məsələn yazıram print elə. Baxın indeksdə hansı dəyişən var? Count. Bir də count yazdırmaq istəyirəm. O zaman yazıram index.count yaz. Mən sadəcə bu ikisini ekrana yazdırmaq istəyirəm. Yəni indeksi ona görə daxil etmişəm. Count'u götürmək üçün. Amma bu gəlib məndən yəni proqramı run etməyimi gözləyir. Yəni bura ədədlər daxil etməyimi gözləyir. Yazıram. Tamam. 3 3 3. Bu şəkildə yazıram. 30-u yazır. OK. Burada mən proqram run edəndə bunu yazmamışdım. Ona görə index.count yazmadı. Gəlin yenidən çalışdıraq. Baxın. Baxın bu dəfə onu da bura yazdı. Amma mən bunu istəmirdim də. Yəni bunu əlavə işlətdi. Bunun üçün indi mən sizə göstərəcəyim fərqli bir şey var. Məsələn, script.python'da print edirəm name'i. Yəni bu o deməkdir ki, bu kod, yəni bu print funksiyası hardan çağırılır, hardan işə salınır? Məsələn, mən bura gəlib yazıram ki, Python script.python'ı çalışdır. Enter vururam, deyir main, yəni əsas səhifədən. Yəni hansı səhifədə yazılıbsa, həmin səhifə ilə çağırıldı. Baxın, script.python'da yazmışdım bunu. Script.python'dan da run elədim. Məsələn, indeksdə yazıram ki, bunu şərh sətrinə alıram. Yazıram ki, print elə name'i. Yəni buradakı kodlar hardan run ediləcək? Gəlib yenidən çalışdırıram. Bu dəfə indeksi çalışdırıram. Bu da deyir main. Yəni hansı səhifədə yazılıbsa bu funksiya, yəni bu kod hansı səhifədə yazıldı indeksdə, həmin indekslə çağırıldı. Yaxşı, mən burada yazıram name'i yaz. Scriptə yazmayacağam. Sadəcə gəlib import edirəm indeksi. Hətta burada yuxarıda import etmişəm. Və indi gəlib proqramı scriptlə çalışdırıram. Yenə indekslə çalışdırıram. Main yazır. Çünki indeksdə idi bu. İndeksi də çalışdırdım. Amma gəlib məsələn scripti çalışdırsam. Baxın bu dəfə yazır ki index. Yəni bu nə deməkdir?
Mən script.python-ı çalışdırıram. Script.python-da indeksi daxil etmişəm və bu ekrana nə yazdırır? Name-i yazdırır. Hardan çalışdırır? Yəni bu hardan gəlir? Name hardan yazılır? Index.python-dan onu mənə qaytarır. Hə, indi bunu mən sizə niyə göstərdim? Məsələn, baxın mən burada dedim ki, sadəcə bu ikisi yazılsın, düzdürmü? O zaman deyə bilərəm ki, baxın burada bunların yazılmasını istəmirəm, düzdürmü? Yəni bu while döngüsünün işləməyini və ekrana totalı yazmağı istəmirəm. O zaman burada gəlib yazıram ki, əgər name bərabər olarsa main-ə, yəni bu kodlar elə yəni index.python çalışdırılarsa işə düşsün. Yəni bu şəkildə yazaram. Bunları da belə qısaldıram. Və indi gəlib script.python-ı çalışdıracağam. Baxın, sadəcə script.python, yəni burada yazdığım printi və index count-u yazdırdı. Niyə bunu yazdırmadı? Çünki mən burada skripti çalışdırıram, axı indeksi çalışdırmıram. Mən də burada yazmışam ki, baxın, bu kodlar sadəcə index.python-ı run edilsə çalışdırsın. Yəni bu index.python-ı mən gəlib burada çalışdırsam, bu kodlar çalışsın. Gəlin görək çalışırmı? Yazıram Python index.python ədəd istəyir, görürsünüzmü? Belə hərflər daxil edirəm. 2-ci ədəd, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, bir dənə də 90 daxil edirəm. Enter vururam, 117 qayıdır. Bu şəkildə. Yəni mənim burada sizə izah edəcəyim, baxın bu əsas, yəni baxın bir dənə bunu izah etmək üçün bu videonu çəkdim. Çox yerdə qarşınıza çıxacaq. Yəni elə çətin bir şey deyil. Sadəcə məğzini tutmaq lazımdır ki, hə bu nə demək imiş. Bu video bu qədər olsun. Növbəti videoda sizi gözləyirəm.